Salam əziz izləyicilər, bugün sizə dron haqqında kiçik bir məlumat verməyə çalışacağam. Dronlar pilotsuz uçuş aparatlarının tərkibinə daxildir. Pilotsuz uçuş aparatları daha iri bir məfhumu ifadə edir. Burada VTOL-lar, yəni vertikal take-off landing yerindən şaquli şəkildə qalxış və eniş edə bilən növləri misal çəkə bilərik. Fixed wing, yəni sabit qanadlı təyyarə formasında olan növləri misal çəkə bilərik. Helikopter formasında olan növləri misal çəkə bilərik. Dronlar pilotsuz uçuş aparatlarına nəzərən daha kiçik bir məfhumdur. Yəni orta ölçülü, əsasən kiçik ölçülü növləri vardır. Daha iri, təkmil, mürəkkəb sistemə malik olan pilotsuz uçuş aparatları əsasən hərbi təyinatlı günümüzdə istifadə olunur və kəşfiyyat məqsədi ilə də daha çox istifadə olunur. Pilotsuz uçuş aparatları RC hobbi sahəsinə daxildir. RC radio controlled, yəni uzaqdan idarə olunan mənasını verir və bu hobbi növü adından da göründüyü kimi uzaqdan radio dalğa ilə idarə olunan növləri, sahələri özündə birləşdirir. RC sahəsinə misal çəkəsi olsam, bura əsasən populyar olan RC dronları, RC plane, airplane, RC car, yəni RC maşınları, avtomobilləri bura misal çəkmək olar. RC boat, yəni RC qayıqlar bu sahəyə misal göstərilə bilər. Dronlar günümüzdə əsasən kənd təsərrüfatında, səhiyyə sahəsində, hüquq mühafizə sahəsində geniş istifadə olunur. Poçt daşımalarında həddindən artıq istifadə olunur. Reklam çəkilişləri, video çəkilişlər zamanı həddindən artıq istifadə olunurlar. Kiçik ölçülü dronlar isə FPV dronlar adlanır. FPV dronlara əsasən racing, yəni yarış üçün olan dronları misal göstərə bilərik ki, bunlar yüksək sürətə və manevr qabiliyyətinə sahib dronlardır. Freestyle dronlar da eyni qaydada yüksək sürət və manevr qabiliyyətinə malik dronlardır, amma sərbəst uçuşlar zamanı istifadə olunur əsasən. Daha kiçik ölçülü dronlara isə Cinewoop misal göstərə bilərik ki, Cinewooplar əsasən örtülü, qapalı ərazilərdə çəkilişlər etmək üçün istifadə olunur. İndi isə mən sizə sadə bir dronun uçacaq bir hala gəlməsi üçün lazım olan hissələr hansılardır və onların qısaca texniki özəllikləri haqqında məlumat verməyə çalışacağam. Dronun gövdəsi dronun elektronik parçalarını öz üzərində saxlayan hissədir. Frame adlanır. Dronun skeleti rolunu oynayır. Dron gövdəsi mühərrik sayına görə bir-birlərindən fərqlidir. Mühərrik sayına görə single copter, tək mühərrikli, tricopter 3, quadcopter 4, gördüyünüz hexacopter 6 və octocopter 8 mühərrikli dronlara verilən adlardır. Mühərrik yerləşmə mexanizminə görə gövdələr də fərqli olurlar və ölçülərinə görə əsasən orta, kiçik ölçülü dronlarda gövdələr istifadə olunan populyar gövdələr gördüyünüz F550 və yaxud S550, F450, 5 inçlik dronlar, bunlar əsasən FPV dronlarda istifadə olunur və daha kiçik ölçüdə dron gövdələri vardır ki, əsasən materiallar plastikdən daha ucuz maliyyətlə başa gələn gövdələrdir ki, sındığı zaman rahatlıqla dəyişmək mümkündür. Taxtalardan istifadə oluna bilər burada əsasən və karbon gövdələrdən, yəni ən bahalı seçim və ən möhkəm sərtlik baxımından və yüngül olma baxımından karbon fiberdən istifadə olunur gövdələr hazırlandığı zaman və biz bunu müəyyən sahələrdə istifadə edə bilərik ki, karbon gövdələr əsasən dözümlüyü ilə seçilir və onları qəzaya uğradığı zaman üzərində olan elektronik parçaları daha yaxşı qorumaq mümkündür. Daha sonra mühərrikimiz, biz əsasən burada fırçasız motorlardan istifadə edirik. Gördüyünüz
motor fırçasız motordur. Fırçasız motor əsasən fırçalıdan gördüyünüz kimi kabellərin sayına görə fərqlənir. Yəni bu mühərriklərdə, motorlarda 3 kabel olur, fırçalılarda isə 2 və onlar birbaşa bateriyaya və ya enerji mənbəyinə qoşulduğu zaman işləyə bilirlər, amma motorlar isə onların sürət tənzimləyicisi olmadan çalışmırlar. Fırçasız motorlar üzərində əsasən texniki göstəricilər hansı voltda batereya ilə işləməsi mütləq göstərilir texniki göstəricilərində. Gördüyünüz motor 2 və 3S, yəni 7.4 və 11.1 voltluq polimer batereya ilə işləyə bilər. Aşağı voltaj motorun ümumiyyətlə işləməməsinə, yuxarı voltaj isə işləyə bilər, amma motorun ömür müddəti həddindən artıq qısalır və ya həmən sıradan çıxa bilər. Digər vacib göstərici isə mühərrik üzərində olan hansı ölçüdə pərvanə ilə işləyə bilməsidir. Yəni pərvanə seçimi etdiyimiz zaman motorun texniki göstəricisi mütləq nəzərə alınmalıdır. Gördüyünüz motor isə 9 və ya 10 inç pərvanə ilə işləyə bilər. 2 və ya 3S batereya ilə işlədiyi zaman isə seçimə görə uyğun da bu mühərrikin polimer istifadə elədiyi batereyaya uyğun isə pərvanə istifadə olunmalıdır. Gördüyünüz mühərrik Outrunner brushless motor adlanır. Yəni çöl hissəsi dönən. Gördüyünüz kimi mühərrikin çöl hissəsi dönür. Digər motor isə Inrunner brushless motor adlanır ki, onda isə gövdə sabit qalır, yəni çöl hissəsi sabit qalır. Daxili hissə, yəni sadəcə mil fırlanır. Inrunner brushless motor adlanırlar. Texniki göstəricilər isə fırçasız motorlarda əsasən bu cür olur və digər texniki parametr isə gördüyünüz kimi motorun neçə kV'lik olmasıdır. 980 kV, yəni bu motora 1 volt verdiyimiz zaman 980 dəfə dövr edir anlamına gəlir. Bunun RPM-dən, yəni rate per minute belə deyək, fərqi nədir? Dəqiqədə dönmə sayı RPM-dir, kV isə volt başına dönmə sayı adlanır. 2212 isə motorun ölçüsünü ifadə edir. 22 millim diametrdə və 12 millim hündürlükdə olan motorun ölçüsünü ifadə edir. Digər hissəmiz isə ESC-dir. Gördüyünüz parça elektronik speed kontrollerdir. 3 faza çıxışı var. Bunlar motorlara bağlanır. Digər 2 çıxış polimer batereykaya bağlanır. Müsbət və mənfi olan qütblər. Bu servo pinimiz, 3 kabelli pinimiz isə flight controller, yəni uçuş idarəçisinə bağlanır. ESC-lərin üzərində olan əsas vacib texniki göstəricilər eyni qaydada neçə S polimer batereya ilə işləməsi, üzərində əlavə 5 voltluq çıxışı varsa eyni qaydada göstərilir və ən vacib göstəricisi demək olar ki, neçə amper olması. ESC-lər bir-birlərindən amperlərinə görə fərqlənirlər. 40 amper, 30, 20 və ya daha yuxarı amperdə olan ESC-lər mövcuddur. Bunlar isə motorun çəkdiyi enerjiyə uyğun sonradan ESC-lər alınır. Yəni pərvanədə ESC-lərimiz də motor seçildikdən sonra seçilməlidir. Motorun çəkdiyi maksimum amperə görə biz ESC-lərimizi seçməliyik. Növbəti parçamız pərvanələrimizdir. Pərvanələr bir-birlərindən ölçüsünə görə, texniki göstəricilərinə görə bir-birlərindən fərqlənirlər. Gördüyünüz kimi müxtəlif ölçüdə olan pərvanələrimiz vardır fırçasız motorlar üçün. Pərvanələr əsasən dönmə istiqamətinə görə
iki yerə bölünür. Bunlar saat əqrəbi və saat əqrəbinin əksi olmaqla iki cürdür. Çünki bunların dönmə istiqaməti tamam dron üzərində fərqli olur və ölçüləri isə seçdiyimiz motorun ölçüsünə görə bir-birlərindən fərqli olur. Dronun ölçüsünə uyğun, motorun texniki göstəricilərinə uyğun pərvanələr seçilib alınmalıdır. Bizim üzərində istifadə etdiyimiz pərvanə 94-50 ölçüdə olan bu pərvanəmizdir. Pərvanələr əsasən üzərində demək olar ki, göstərilir. Bəzən də göstərilməyə bilər. Gördüyünüz bu pərvanə üzərində ölçüsü qeyd olunub 1045R. Bu nə ifadə edir? 10 pərvanənin uzunluğunun 10 inç olduğunu, 45 isə yəni 4.5 inç onun pitch dəyərini ifadə edir. Pərvanələr mühərrikə görə bağlanma yerləri fərqli ola bilər. Gördüyünüz əsasən DJI-in mühərriklərində istifadə olunur. Yiv yeri fərqlidir. Bu da başqa bir, yəni yivli motorlarda birbaşa özü bağlanan pərvanə növüdür. Yəni bunları bağlamaq üçün kəpdən istifadə olunmur. Birbaşa özü bağlanır. Digər motor pərvanələrdə isə bağlandıqdan, yəni yerinə keçirildikdən sonra üzərindən motorun kəpi vasitəsilə öz yerinə bərk edilməsi mütləqdir. Digər parçamız isə fly controller adlanır. Dronun beyni hesab olunur və demək olar ki, Pixav'ı bizim istifadə etdiyimiz fly controller və NASA Lite bu modellər orta ölçülü dronlar arasında APM, Autopilot geniş istifadə olunur. Texniki göstəricilərinə görə bir-birlərindən fərqlənirlər və dronda ölçülərə uyğun, yerinə yetirdiyi təyinata uyğun da düzgün fly controller seçmək mütləqdir. Fly controller dediyimiz kimi dronun beyni hesab olunur. Bütün bizim göndərdiyimiz siqnallar burada analiz olunur və ESC-lər vasitəsilə motorlara çatdırılır ki, buna uyğun da dronumuz uyğun istiqamətə hərəkət edir. Gördüyünüz dron üzərində olan fly controller əsasən GPS dəstəyi vardır. Yəni bəzi fly controllerlərdə GPS dəstəyi olmur. Gördüyünüz fly controllerdə isə həm daxili, həm də yəni onboard deyilir. Həm öz beyni üzərində çip olan GPS, həm də eksternal, yəni xarici GPS-ə sahib bir fly controllerdir və həddindən artıq avtonom uçuşlar zamanı da geniş istifadə olunur. Demək olar ki, əsas 8 çıxışı vardır. Bunlar yəni oktokopter yığdığımız zaman, dron hazırladığımız zaman bu fly controllerdən istifadə edə bilərik rahatlıqla və 6 ədəd ehtiyat çıxışı var. AUX out deyilir buna. Yəni əlavə çıxışlardır ki, biz bunlara müxtəlif servo və yaxud LED işıq, hər hansısa bir modul əlavə edib onu idarə etmək üçün bu portlardan istifadə edə bilərik. Fly controller üzərində, yəni ilk onu seçəcəyimiz nöqtə deyərdim ki, ox istiqamətinin, yəni dronun irəlisini göstərən ox istiqamətinin olmasıdır ki, bu dronun ön istiqamətini müəyyən edir. Yəni biz dron hazırladığımız zaman dronun istiqamətini, önünü hara təyin etmişiksə, fly controllerində ön istiqaməti eyni istiqamətə baxmalıdır. Digər yanlış istiqamətlərə quraşdırılan fly controller təbii ki, uçuşa hazırlıq zamanı və uçuşda ciddi problemlər yaradır. Fly controllerlərdən kiçik ölçülü, yəni FPV dronlarda istifadə olunan fly controllerlər isə tamam fərqlidir. Yəni onlar birinci öz kiçik ölçüsünə görə fərqlənirlər. Çünki fly control FPV-lərdə yer, dron üzərində, gövdə üzərində olan yer
çox məhdud, dar bir ərazini əhatə etdiyinə görə orada bu fly kontrollerlərdən istifadə olunması məqsədə uyğun deyil. Orada F4, F7, F405 yəni bu tipdə məşhur, populyar olan fly kontrollerlərdən istifadə edilir. Növbəti parçamız isə radio kontrollerdir. Radio kontroller iki hissədən ibarət olur. Pultumuz və qəbul edicimiz, ötürücü və qəbul edici. Ötürücü siqnalı ötürən tərəfdir. Bu pult pilotda olur. Siqnalı biz pult vasitəsilə drona ötürürük. Siqnalı qəbul edici qəbul edir və dronun beynini ötürür. Dronun beyni siqnalı analiz etdikdən sonra ESC-lərə motoru ötürür və dronumuz bizim təyin etdiyimiz istiqamət üzrə hərəkətə başlayır. Və digər kanallar da, yəni bizim dronumuz minimum 4 kanala sahib olan pultla idarə oluna bilər. Yəni bir quadcopter, yəni 4 pərvanəli bir dron istifadə etmək istəyiriksə, biz minimum 4 kanallı bir pulta sahib olmalıyıq. Amma minimum göstərici 6 kanal hesab olunur günümüzdə. Çünki 4 kanaldan əlavə bizim əlavə 2 ehtiyat kanalımız olmalıdır ki, biz onun vasitəsilə hər hansısa bir əlavə modulu idarə edə bilək. Misal, servo və ya LED işıq, hər hansısa bir mexanizmi o 2 ehtiyat kanal vasitəsilə idarə edə bilərik və ya hər hansısa uçuş modlarını dəyişmək üçün istifadə olunur. Uçuş modları, xatırladım ki, fly kontrollerdə müəyyən uçuş modları olur. Tutaq ki, aqressiv uçuş akromodda istifadə olunur. Burada tamamilə dronda stabilizə demək olar ki, olmur. Hər şey pilotdan asılı olur. Stabilizə modda bizim fly kontrollerimiz dronu sabitləməyimizə kömək olur. Və digər modlar da, populyar modlar var ki, bizim uçuş təyinatımıza uyğun istifadə edilir. Radio kontrollerimizdə minimum 6 kanal olması məqsədə uyğun hesab olunur. Təbii ki, daha çox kanal bizim daha funksional bir dron düzəltdiyimiz zaman daha çox işimizə yaraya bilər. Amma minimum 6 kanal olması məqsədə uyğun hesab olunur. Gördüyünüz FlySky'ın 6 kanallı ötürücüsü isə büdcə model eyni zamanda pult hesab olunur və həddindən artıq bu hobbi sahəsində geniş yayılmışdır. Pultumuzun arxasında gördüyünüz yer isə trainer, yəni biz simulyator istifadə etdiyimiz zaman dronu idarə etmək üçün ilk öncə simulyator istifadəsi məqsədə uyğundur. Bu bizim real uçuş zamanı qəzalarımızın qarşısını almaqda və onları azaltmaqda həddindən artıq müsbət bir rol oynayır. Gördüyünüz stiklər dronumuzda idarə etmə əsasən rolunu oynayır. Bu stiklər dronda pultlarımız fərqli olurlar. Mod 1, mod 2, mod 3, mod 4 olmaqla fərqli modlarda olan stiklərimizin yerləşmə yerinə görə, yerinə yetirdiyi funksiyaların dəyişməsinə görə modlarımız dəyişir. Hal-hazırda gördüyünüz ötürücümüz mod 2-dir. Yəni solda throttle, yəni qazımız yerləşir. Dronun yüksəkliyini artırıb azaltmaq üçün istifadə olunur. Stikimizin bu istiqaməti isə radar, yəni quyruq mexanizmini yerinə yetirir. Dronumuzu sağa və sola döndürmək üçün istifadə olunur. Sağdakı stikimiz isə bu istiqamətdə hərəkət olunduğu zaman roll hərəkətini yerinə yetirir, yəni fırlanma sağa və sola. Digəri isə elevator, yəni dronun yüksəkliyini artırıb azaltmaq üçün istifadə olunur. Növbəti və sonuncu parçamız isə batareyadır. Dronda istifadə olunan batareyalar iki cür olur. Polimer batareyalar, yəni əlimdə gördüyünüz batareya və lityum-ion batareyalar. Əsasən polimer batareyalar yüksək Si dəyərinə görə istifadə olunur. Çünki lityum-ionda yüksək
C dəyəri olmur. Bunlar əsasən belə deyək, uzun məsafəli long range, yəni dronlarda lityum iondan istifadə məqsədə uyğun hesab olunur. Amma təbii ki, polimer batareykalarda, dronlarda, ümumiyyətcə RC hobbi sahəsində çox geniş istifadə olunur. Batereyamızın, bir polimer batareyanın əsasən vacib göstəricilərini onun həcmi, milliamper saatla ifadə olunur, voltu, yəni batereyamız neçə voltdur, 4S-lik, yəni 14.8 voltluq bir batereyamız vardır. 4 xanadan ibarət olur və digər vacib göstəricimiz C dəyəri, discharge rate olaraq biz bunu adlandırırıq. Batereyamız 40 C discharge dəyərinə sahibdir. Ümumiyyətcə, batareyanı aşağı C dəyərinə uyğun olaraq şarj etmək daha məqsədə uyğundur. Yəni, bu batereyamızın təbii ki, texniki göstəricilərinə baxıb daha dəqiq məlumat vermək mümkündür. Amma adətən, yəni tələsmiriksə, batareyanı 1C dəyərində, hər bir batareyanın 1C dəyəri təqribən onun amperi ilə, yəni 1C-miz 1 amperə bərabər hesab olunur. 4200 milliamper saat təqribən 4.2 amper ilə bu batareyanı şarj edə bilərik anlamına gəlir. Yuxarı C dəyərində batareyanı şarj etmək onun ömür müddətinə ciddi zərər vurur və azaldır. Polimer batareya üzərində 2 kabel olur. Əsas kabel, qırmızı və qara olan başlıq kabelimiz əsasən batareyanı enerjiyə qoymaq və enerjisini boşaltmaq üçün istifadə olunur. Başlıqlar isə əsasən XT60 və kiçik başlıqlar isə XT30 adlanır və digər konnektor növləri də var ki, T-plug misal göstərə bilərik. Bunlar geniş istifadə olunur. Bu hobbi növündə, bu ümumiyyətcə dronlarda geniş istifadə olunur. XT90 əsasən ölçülərinə və amper, yəni ötürə bildiyi cəryan şiddətinə görə bir-birlərindən fərqlənirlər. Növbəti kabelimiz isə balans kabelidir. Bu polimer batareyanı şarj etdiyimiz zaman onun bütün xanalarını bərabər şəkildə şarj etmək, enerji ilə doldurmaq üçün vacibdir. Bu batareyanın ömür müddətinə ciddi təsir edən məqamlardan biridir. Ümumiyyətcə, polimer batareyalar şarj olunduğu zaman hər iki kabel başlığı özünün enerji yığıcısına, şarj yerinə düzgün şəkildə qoşulmalıdır. Bu qədər əziz izləyicilər, ümid edirəm dronlar haqqında sizdə ümumi və bəsit təməl təsəvvürlər yarada bildim. Təşəkkürlər izlədiyiniz üçün, sağ olun.